Salam əziz dördüncülər, hörmətli kanal izləyiciləri və dəyərli valideynlər. Çinar yayımlarının yarpaq test vəsaitindən izahlarımız davam edir. Test 66-da mövzu perimetr A variantı ilə qarşınızdayıq. İlk öncə gəlin perimetr nəyə deyilir, perimetr haqqında məlumat verim, ondan sonra keçək tapşırıqlara. Perimetr fiqurun kənar tərəflərinin uzunluqlarının cəmidir. Hər hansı məsələn burada fiqur çəkilib, bu fiqurun perimetrini ölçmək istəyiriksə, bu zaman bunun tərəflərinin daxilində olan hər hansı bir uzunluqdan söz getmiş olmur. Kənar tərəflərindən danışırıq. Yəni məsələn buradan bura qədər olan uzunluq deyək ki 7 sm-dirsə, burası məsələn deyək ki 4 sm-dirsə, burası 5 sm-dirsə, burası 6 sm-dirsə, bunları nə edirik? Toplayırıq. Cəmi neçədirsə perimetrdir. Amma müəyyən fiqurlar var ki, onların perimetrlərini tapması üçün müəyyən qaydalar var. Bu qaydalar ki, məsələn düzbucağın perimetrini tapmaq üçün eni və uzunluğunun cəmini 2-yə vurmuş oluruq. Kvadratın bütün tərəfləri bərabər olduğuna görə tərəfini, yəni nə edirik? 4-ə vururuq. Çünki 4 tərəf var, 4 də bir-birinə bərabərdir. O cümlədən bərabər tərəfli üçbucağın perimetrini tapmaq üçün də bütün tərəfləri bərabər olur. 3 tərəfi var, tərəfini 3-ə vurmuş oluruq. Bərabər yanlı, yəni 2 tərəfi bərabərdir. Yan tərəflərini 2-yə vururuq. Üzərində oturacağın gəlmiş oluruq. Bu qaydalar əlbəttə ki, müəyyən fiqurların hesablanması üçün, perimetrin hesablanması üçün hesablanmış olur, daha nəzərdə tutulub. İndi isə biz tapşırıqlara keçək. Tapşırığın həlli zamanı sizə hər bir fiqurun perimetri necə tapılacaq, bu haqda məlumat sizə vermiş olacaq. Yəni buranı silim. Keçək tapşırıq 1-ə, görək tapşırıq 1-də nə yazır. Yazır ki, ABF üçbucağının perimetrini tapın. ABF burada verilmiş, bu üçbucaqdır. Bunun perimetrini istəyir. Bilirik ki, bunun tərəflərindən biri ABCD kvadratının tərəfinə bərabərdir. Yəni bu da 6 sm etmiş olacaq. Digər tərəfi məlumdur 7 sm, yəni tərəflərindən biri. Və yerdə qalan kvadratın müəyyən bir hissəsidir ki, tərəfinin müəyyən hissəsidir. Bir hissəsi 2 sm-dir. Yerdə neçə qaldı buradan bura? Bu da 4 sm olmuş olacaq. Cəmi də toplasaq 6, 4, 10, o da 7, 17 doğru cavab D variantında verilib. Növbəti 2 nömrəli tapşırığa baxırıq. 2-də görək nə yazır. Yazır ki, aşağıdakı fiqurlardan hansının perimetri daha böyükdür? AB tərəfi 5-dir. 4 tərəfi var. Bu 20 etmiş olacaq. Burada 6 sm-dir. 6, 3 tərəfi var. Bərabər tərəfləri görsə bu işarələr göstərir ki, yəni eyni xəttlər çəkilib. Bu da 3-ü 6-ya vursaq 18 etmiş olacaq. AB 5 sm-dir. Digəri isə 4 sm-dir. 5-i 4-ə vursa, 5-i 2-yə vursaq 10, 4-ü də 2-yə vurmuş olsa 8, 18. Növbəti baxır ki, bərabər yanlıdır. AB tərəfi 6-dır. Deməli, burası da 6 olacaq. Burada 4 olduğuna görə bunlar da toplasaq edəcək 16 etmiş olacaq. Burada oldu 16. Hansı böyükdür? Böyük olan elə ABCD kvadratıdır ki, bu da hansı variantda var? Birinci. Nömrə ilə verilib, birinci A variantı. 3-ə baxırıq. Yazır ki, CBLM kvadratının kənarlarında verilmiş üçbucaqların hamısı bərabər tərəfli üçbucaqdır. CM 3 sm olarsa, bucaq, daha üçbucaq DMNL ilə üçbucaq BEL-nin perimetrinin cəmini tapın. Üçbucaqlardır. Hər bir üçbucağın, yəni buradakı üçbucağa baxırıq ki, MNL buranı istəyir bizdən. 3 sm-dir. Bir tərəf kvadratdır zaten. Bu kvadratın tərəfi nə qədərsə bunlar da o qədər olmuş olacaq. Bu da 9-dur. Sonra da bizə bir dənə dedi ki, BL burada olacaq nə qədər? Bu da 9 olmuş oldu. Və ikisinin cəmin bizdən perimetrlərin cəmi 18 C variantında verilib. Növbəti tapşırığa baxaq. 4-də yazır ki, AFE üçbucağının bərabər yanlı üçbucaq olduğunu bilərək perimetrini tapın.
Bilirik ki, AFE, baxaq görək, AFE. Bu bərabər yanlı üçbucaqdır. Yəni bu yan tərəfləri bərabər olmuş olacaq. Tamam, bunu bildik. Və bərabər yanlı üçbucaq olduğunu bilərək tapmış oluruq. Deyək ki, üçbucağın olduğunu bilərək perimetrini tapın. AB A-dan B-yə qədər 4 santimetrdir. Burası onda 2 santimetr olacaq. AC 6 santimetr. Bura 3 isə burada 3 olmuş olacaq. Bizdən nə soruşur? AF E. Deyir ki, AF bərabər yanlı üçbucaqdır. Onda bura oturacaqdır. Bunlar bərabər olmuş olacaq. Bura, yəni bu başqadır. Bu ikisi isə bərabər. Burada 3 santimetr olmuş olur. Bunları da toplamış olsaq 6, 8 doğru cavab C variantında verilib. Bir də bunu da deyim ki, deyəcəksiniz ki, müəllim, bəlkə bura 2 tərəf 2, burada 2-dir. Yəni toplasaq 7 yoxdur burada zaten cavablarda. 5-ə baxırıq. Yazır ki, EPK bərabər tərəfli üçbucağının perimetri ABCD kvadratının perimetrindən 2 dəfə böyükdürsə, PK-nın uzunluğunu tapın. EPK bərabər tərəfli üçbucaqdır. Yəni bütün tərəfləri bir-birinə bərabərdir. Üçbucağın perimetri ABCD kvadratının perimetrindən 2 dəfə böyükdürsə. ABCD-nin perimetri, baxırıq ki, burası tərəfi 3-dürsə, 3-ü 4-ə vursaq 12-dir. Bundan 2 dəfə böyük olsa olacaq neçə? 24. Və bizdən PK-ni soruşur, yəni bir tərəfin uzunluğunu soruşur. 24-ü də bölmüş olaraq 3-ə, bu da bərabərdir. 8 etmiş olur. Doğru cavab da C variantı. 6-ya baxırıq. Yəni kvadratın perimetrini tapın. Kvadratın perimetrini tapmaq lazımdır. Uzunluq 6 santimetr. Buradan 3 qısalıb, buradan da 1 qısalıb, 4 çıxsaq, bura 2 etmiş olacaq. 2-ni də 4-ə vursaq 8. Doğru cavab B variantı. Və bir daha deyirəm, çünki bu uzunluq cəmi uzunluqdur. Kvadratın bütün tərəfi bərabərdir. Bu tərəfdən gəldi 1 santimetr qısaldı. Buradan da 3 santimetr qısaldı. Yerdə nə qaldı? Cəmi 6-dırsa, üstündən 1-in cəmini çıxdıq. Bir də ora qayıtdım ki, bəlkə kiməsə qaranlıq qalıb. Növbəti 7-ci tapşırığa baxırıq. Yəni ki, radiusu 3 santimetr olan dairənin kənarına çəkilmiş kvadratın perimetrini tapın. Biz baxırıq ki, dairə kvadratın daxilindədir. Və dairənin əgər ki, yəni belə deyək, çevrənin diametri nə qədər olarsa, kvadratın tərəfi o qədərdir. Radiusu 3-dürsə, deməli, nə olacaq? Bunun da diametri, yəni kvadratın tərəfi 6 santimetr olmuş olacaq. Tərəfi 6 santimetr olduğuna görə perimetrini tap deyirsə, 6-nı vururuq 4-ə, bu da bərabərdir 24. Doğru cavab da C variantı. 8 nömrəli tapşırıqla davam edirik. Yazır ki, eyni ölçüyə malik üst bərabər yanlı üçbucağın perimetrlərinin cəmi 42 santimetrdir. Buna görə AB parçasının uzunluğu nə qədərdir? Üçünün perimetrlərinin cəmi 42-dir. Biz yan tərəflərin uzunluğunu bilirik, yəni 5 santimetr və bunların hər biri 5 olduğuna görə 3 dənəsinin 6 dənə yan tərəfi olacaq və 6-nı vurmuş olsaq 5-ə bərabər də etmiş olacaq 30. Deməli, yan tərəflərin uzunluqlarının cəmi 30-dur. Üçünün birlikdə perimetrlərini 42-dən çıxmış olsaq 30-u, üçünün oturacaqlarının cəmi 12 olmuş olacaq. Birinin oturacağı da AB uzunluğu. Bax, AB uzunluğu yalnız bunlardan birinin uzunluğu olmuş olacaq ki, buna görə də 12-ni bölmüş olaraq 3-ə. Bu da bərabərdir 4 santimetr etmiş olur ki, doğru cavab C variantında verilib. 9-a baxırıq. Yəni ki, perimetri 50 santimetr olan bərabər yanlı üçbucağın yan tərəfi 20 santimetrdir. 20 santimetrdirsə, çevrənin radiusu nə qədərdir? Deməli, bilirik ki, perimetri 50 santimetrdir. Yan tərəflər bunlardır və bunların yan tərəfi 20-dir. Bura 20-dir, burası da 20-dir. Deməli, oturacağı nə qədər olacaq? 50-dən bunların cəmi 40-ı çıxsam 10 olmuş olacaq. 10 da ikisinin arasında bölündüyünə görə bu da bərabərdir 5 cm. Deməli, radiusu 5 cm olacaq. Doğru cavab D variantı. Ona baxırıq. Onda yazır ki, ABCD düzbucaqlısının yarıya böldükdə 2 eyni ölçülü kvadrat alınır. AMLC kvadratının perimetri 36 cm isə ABCD düzbucaqlısının perimetri nə qədərdir? İlk öncə 36-nı bölmüş olaraq 4-ə.
bir kvadratın tərəfini tapmış olarıq ki, 9-dur. Onda bunun uzunluğu 2 dənə 9, yəni 18. Eni isə kvadratın tərəfidir, elə 9-dur. Bunun da perimetrini tapmaq üçün 18 ilə 9-u toplayırıq, vururuq 2-yə. Bu da bərabərdə 54 etmiş olacaq ki, doğru cavab A variantında verilib. 11-ə baxırıq, yazır ki, iki nöqtə arası məsafə 5 mm-dir. Fiqurun perimetrini tapın. İki nöqtə arasında məsafə 5 mm-dir. Vahid parçalardan ibarət olaraq düşünmüş olsaq, deməli, neçə dənə vahid parça var? 1, 2, 3, 4, 5, 6, 7, 8, 9, 10, 11, 12, 13, 14, 15, 16. 16-nı vurmuş olaram 5-ə, bu da bərabərdir 80 mm etmiş olacaq. Santimetrə çevirmiş olsaq 8 cm D variantı olacaq. 12-yə baxırıq. 12-də yazır ki, diametri 6 cm olan çevrənin daxilinə çəkilmiş bərabər tərəfli üçbucağın perimetrini tapın. Diametri 6 cm-dirsə, onda bunlardan hər biri bir radiusdur. Çünki çevrənin mərkəzinə istənilən nöqtəsinə çəkilmiş parça radiusdur və radius da diametrin yarısına bərabərdir. Diametri 6-dırsa bunlar 3-dür və bunların bu bərabər tərəfli üçbucaq olduğuna görə burası da 3-dür. Bunun da perimetri 9 etmiş olacaq. Doğru cavab B variantında verilmişdir. Bu qədər. Növbəti video izahda görüşmək ümidi ilə hələlik sağ olun.